Salam qızlar, gün ortanız xeyir. Necəsiz, neyinirsiniz, nə var, nə yox. Bayaqdan düşmüşəm evlərin canına. Çıxdı bu yenə. Siləndə həmişə çıxır. Əsəb getirdirəm. Neysə, taxaram mən bunu. Özüm telefonu əlimə götürmürəm ki, telefonla iş görəndə gec olur. Qalıram telefonda. Ona görə tozdan aldım, hər yeri təmizlədim. Dedim bir siləndə sizə salam verib, onu da çəkib onun dalını da silim. Elə bir bütün evin tozu bütün boyun qırağına yığılır. Bilmirəm küçlü deyə, nədir deyə. Elə yığılır ancaq bura. Qəşəng dədə-baba qaydası ilə köhnəlmiş dəsmalla. Düz elə də köhnə deyil. Çox qalın dəsmaldır. Əzab yumaq təmizləmək də olmur. Faberlikin ayaq dəsmalıdır əslində. Hamamdan çıxanda. Allah ya Rəbbim. Mən nəylə indi ev silim, siz deyin mən silim. Bu niyə çıxır dəqiqə başı bax. Kardeşler, sizin buraya gelmeniz gereken konular var. Bunu mismarlamak lazımdı. Ya mən bilmirəm, gərək özüm eləyim. Neyse, bir təhər bugün bundan mən əsəb keçirtdirə siləcəm o heşlər. Dəsmal haqqında danışırdım. Faberlikin əslində ayaq dəsmalıdır. Çox qalındır, qatdır. Qəşəng amma yer silir. Bunu belə hamamda qabağınıza atırsınız belə. Çimib çıxanda ayağınızın suyun zadını çəkməyə də biraz qalın fason. Ona görə də bunu yer silmə şey elədim, dəsmal elədim. Köhnəlmişdi yer silməm. Bu qəşəng silir. Doğrudan dəsmal qəşəng ev silir. Kiri zadı qəşəng götür. Ona görə bundan silirəm. Belə, mən keçim əsəb keçirdi. Qızlar, çarələr tükənməz deyərəkdən şotqanın üstünə attım bunu, qəşəng silirəm. Valla bu da qəşəng silir. Onun dalını sildim, orasını. Çəkdim yerini. Hər şey bir tərs gedər. Pərdələr də qaldırmışam yuxarı. Pəncərələr də açıqdır. Dedim hava qəşəng təmizləsin. Bu plintusları da o gün təmizləmişim. Onu da güclə dizimi yerə qoya bilmirəm deyə güclə təmizlədim. Təkərlə çətin olur. Mən buraları silim gəlim. Təmiz deyək. Qızlar, evlərlə işim bitdi. Bir dənə bura qaldı. Buranı da su tökdüm qəşəng. Dedim, buranı da tozunu silim. Həyəti örünsün. Eləmişdim. Ayaq yarım xəstələnməsəm yaxşıdır. Soyuqdur ona. Təmizdir. Prosta evi siləndə buradan da su bırakıram ki şey olsun. Toz geçsin. Bütün qapı pəncərəni açmışdım. Şimdi Yusuf bağladı. Ağırlıqdan gəldi, üşüdü. Bağladı. Qızlar, bir dənə çay dəmliyim, bir dənə qaldı. Yumuş qablar var, onları şey eləməyəm. Bence hak ettim bir dənə çayı. Onu dağıtmadan tökə bilsəm çox sevinərəm. Sayıram qaşıqları. Bəsdir 3 qaşıq. Buradakı dərmanlar da Yusiflə mənim dərmanımdır. Kalsi ilə Novamini mən də içirəm. Ama aşağıdaki bu balıq yağı Yusifindir. Novamin de verirəm Yusifə. Balıq yağı da verirəm. Sibirin dərmanlarıdır. Ama kalsi Sibirin deyil. Başqadır. Hemen doldu. Götürək bunu gətirəm bura. Ay Yusif. Pletkanı 3'e qoymusan. Ne bala? Mən sənə dedim bir dənəsini bir dəfə fırlat, vəsə. Mən də deyirəm bu nə tez belə qızdı. Pletka. Biraz kəkratı da vuraq. 3 dəfə yandırmısan. Yəni 3 dəfə fırlatmısan. 3-cü şeyə qoymusan istiliyə.
Piretka da şey deyirəm. Nəmləyirəm çayı. Buralar təmizdir. Burada bir dənə qab qalıb. Onları da süzülsün. Yığacam yerinə. Yeməyim var. Yarpaq dolması eləmişdim dünən. Bir qazan, 2 günlük o qalıb. Amma sərindir, xarab olmur. Yəni narahat olmur. Ona görə xaldenikə qoymamışım. Qazım da belə də, yəni təmiz kimidir. Silmişəm elə belə.